Hamıca yaşardı. Günlerim var idi, hoş günlerim var idi. Bir mendil o yar idi, güzel anlar idi. Hey hey o günlere, hoş günlerim var idi, hoş günlerim var idi. Selam, yine ben size güzel bir yerden video çekeceğim. Bu sefer ben çektim size. Aslında ben iller önce gelmiştim buraya. Təzədən yenə gəlmək istədim. Bu gözəlliklər görmək üçün. Aslında protez niyə gəlmişdik? Qarmaq üçün. Belə onu da həll elədik. Sağ olsun. Həmişə həkimə gedəndə mamamgil mənim həkim kimi yadda işimdə qalmasın deyə qəşəng yerə aparır ki, hər zaman bu günü gözəl xatırlayım. Aslında adları da yazılır bəzi güllərin. Bizə vaxt gəlində təmir olunmamışdı bu. Bunların adları da. Aslında çox gözəl bağlanmışdı. Hər renkdə var. Güllər haqqında məlumat, ağaclar haqqında məlumatlar olması üstündə. Qəşəng güllərin arasında gəzirik. Güllərin ətini havadan almaq olur. Qəşəng havası var buranın. Həm güllərin ətri, həm də qəşəng şey var. Gəzməli yerdə olsun. Torpağın iynə. Şeydə də yoğuşandı deyəsən. Tam bilən, hə? Salxım çiçək işte o. Dovşan olmaz. Dovşanlanmaz. Gör nə qəşəng fəvvarələrdir. Qoşmayıqlar mı? Yəqin ki, axşam qoşmayıqlar. Ben yavaş yavaş düşeyim. Hepsi qədər. Görürsən. Ulaşırsan. Hı? Bir ulaşırdı. Evet. Gözəl. Qaşa burada. Ha. Üstünə. Ha. Böyle qəşəng. Yayda qəşəng gəldi suyla oyna burada. Mənim suyla oynamaqdan xoşum gəlir. Harada su görsəm, ayaqqabımı da suya salıram. Mən ona görə yağışı sevirəm. Yəni işte ayaqqabılar ıslanır. Görün nə qəşəng yolkalardır. Salxım kimi. Otur biraz. Oturaq. Biraz. Kaleskasız nə tərdi gəldi? Yaxşı. Mən çox kaleska işlətmirəm. Çox gözəl yaşıllıqlar var. Mesela gəzməli hava var. Bilmirəm, quşların səs gəlir yoxsa çox qəşəng oxuyurlar. Otlarla yazır. Sadıq burada gəlib, prezidentin 60 illiyinə görə parkın işçiləri tərəfindən salınmışdır.
yumuşadı. Burada kışın ağaçlar var. Mesela meşe yok şey. Abi. Ben ıslamarak var. Sıradan ne geçti? Kırmızı kitaba düşen şeyde yol kalacak. Temizlik işte. Temiz işlem mekanlar. Şeyden diyor. Ay, kız öncülerine yine bak. Otur burada biraz sonra bile kaldırmaya gelir. Ne gerek? Akşam burada ışıklar olur. Bunu yine bak. Geçen değil. Şeyde, ne diyor? Mehmecür değiller. Çok güzel. Hala buna bak. Otur biraz. Yoruldun diyesen bas. Ha burası. Bunun güzelliğine bak. Görün ne geçti günler var. Yeni açık yollarım. Karda boyu gün düştü. Geçen günlükler. Gelmeye değer. Bəli. Hamısı yeni eşirmiş Gülçin. Etirler de şey. Günü. Senin ne güzel rengi var. Doğru. Gördün? Ha. Kara meyvesi var. Şokolata oxşur. Ha. Ağzı vurma zəhərlənərsən. Burada da var. Çiçeklere bak. Işık düşen meyvelerini üzüm oxşuyur ancaq bəzi. Ve orada adı var. Çile çörək nədir adı? Vətən Şimali Amerika, Şərqi Orta Asiya. Mongolia. Rakalı yaprak mənə ya. Mongolia. 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 İşte bizim vətəndən də Gəlib Azərbaycanda qonaq olub. baxın. Ha doğru. Gəlin bayt atara bax. Yoruldun deyəsən xanım. Yox. Bura lap qalınlıqdır. Kuşların sesi. Azərbaycanda olmayan ağaçların, çiçəklərin panikanında saxlanması verirdi bura. Orada banan var. Sonra Bitkilərin adaptasiyası gedəcək nə deyir? Uyğunlaşması da adaptasiyası. Ama- Bakın. bir boydadır, bu boyda. Ağaçların rəngə baxın, orada dostlar. Reyhan oxşur hə bu. Ha. Bir ağacın nə böyüklüyü yəni. Burada ağaca görə kardor yağar. Ağacı ən böyük hərifdə. Artıq yavaş-yavaş evə getmək fikirləşirik. Çünki teleskop söndüyünü həqiqətən çox yoruldum. Onsuz da mən teleskopu can.
Vinetka şəkilləri çək. Buradan yol açsaydılar maşına sarı keçərdi. Kardeşi yükləmiş. Bir ne güzel. Təbiidir. Dünya da Buğda deyil. Sümbülə də oxşuyur. Əsasən Nəysə, sümbülə gəlir. oxşuyur. Bu şarmıya çox sağ olun qardaşım. Yaşayıb indi evə getmək planlaşdırıram. Baxaq ki. Şarmıya gəldim. Yəni nəmlə bilə gəldim. Şarmıya yeməyə gəldim. Elə şarmada zakız elədi. Gələndə bəlkə çəkdim, bəlkə yox. Alo biraz. İndi gedirik və keşikliklər zamlar. Çox vaxtı mən restoranlarda da yemək yerini çəkmək istəməm, çünki saxtı var. Evdə olsa, kafedə olsa, amma Təşəkkür. evdə olsa çəkərəm. Yəni yemək səhnələrini çəkməyi sevirəm. Sağ olun dostlar, gələn videolara qədər.